Cəmiyyətdə yaşamaq mümkün deyil. Bir manat bizə düşmür. Biz vətən xanıyıq. Gedin yoxlayın görün işıq puluna nə qədər borcum var, qaz puluna. Nə həkimimiz var, nə yolumuz var, nə suyumuz. Şəkər adam insülin vurur, yemək tapamır yeməyə. Nə işə götürülür, nə əlillik təyin olunur, nə də ki müalicə olunur. İlham Əliyevlə uçuruma doğru. Yaşaya bilmirik, sürünür İran kimi. 4 dənə uşağına sahib çıxmayan dövlət, sən nəyivə yaraşır formulalar? Niyə gələcəm? Heç avcından qırılırıq. Mən artıq prezidentlə yanaşı bizim Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevə müraciət edirəm. Xəbəri yoxdur prezidentin. Nə demək istəyirlər? Çörəyi qaldırdılar. Judo Federasiyasına Rəşad Rəsullu mənə götür, sənə uyğun hələlik iş yoxdur. Azərbaycanın vətəndaşı və Azərbaycanın idmançısıyam. Bax, qiymət nə qədər qalxır deyirlər, amma toyda bir az zakasını kəs, səni öldürərlər. Səidə Bəkir qızı, prezidentinin siyasətini dəstəkləyən və prezidentinə aşiq olan bir aparıcıdır. Gəlin bizim yaşamımıza baxın, göndəşində yaşayırıq biz. Cənab Prezident İlham Əliyev, siz deyirsiniz ki, mənə siqnal göndərin. Mən də göndərirəm siqnal. Xaçmaz rayonu Ağçay kəndi. Dedi əxlaqsızlıq, bir iş görmür İlham. Salam dostlar, Gençler Klubuna hoş gelmişsiniz. Gəlin söhbətimizə başlayaq. Mən keçən görüşümüzdə dediyim kimi, yəni söhbətimiz sual və cavab əsasında qurulacaq. Əgər təbii ki siz fəal olsanız, olmasanız da hələ ki mən təcrübələrimdən danışım. Yəni biz necə yaşayırıq, necə yaşamalıyıq? Niye bizim hayatımız belədir? Niye biz insan kimi yaşaya bilmirik? Niye bizi saymırlar? Niye bizim ülkemizde her şey bir abırsı günündədir? Mesela deyək ki, baxın, 90-cı ildən götürsək, yadınızdadırsa, 92, 93, 94-cü illər. Yəni, Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra Azərbaycanda görülən işlər və ondan sonra 93-cü ildə Heydər Əliyevin deyək ki, ölkəmizə deyək ki, qayıtması, yəni böyük bir kombinasiya qurub KGB-nin əli ilə yenidən hakimiyyətə gələndən sonraki söhbətlər təbii məsələdir ki, hamımızın yadındadır. Və o zaman yadınızdadırsa Azərbaycana müxtəlif ölkələrdən insanlar, yəni iş adamları gəlirdilər. Məsələn deyək, bizim o yadınızdadırsa Polad əritmə zavodu, nə bilim deyək ki, elektroterim deyirlər, sonra elektroştamp, nə bilim o Ulduz metrosunun yanında, sonra deyək ki, Sərdarov zavodu var idi, yadınızdadır, Polad əritmə zavodu var və onların hamısı deyək ki, satıldı və iş adamları, hətta mənim o yadımdan çıxıb onların qardaşlar, o gəlmişdilər, yəni uzun müddətdə onlar mübarizə apardılar və bugün də onlar Türkiyədə yenə həmən mübarizələrini davam etdirirlər. Və yadınızdadırsa, Sovetlər dağılandan sonra ölkədə yenidən qurma işləri başlamışdı. Yəni, özəlləşdirmə, deyək ki, kimsə nəyisə alır, məsələn, deyək ki, bizim həmən o Sərdarov zavodu əməlli başlı fəaliyyət göstərirdi. Yəni, armatur falan müəyyən şeylər ərdilir, düzəldilirdi, satdıla qoyulurdu və insanlar orada, xeyli insanlar işləyirdi orada, əgər yadınızdadırsa. Və sonradan Heydər Əliyev və onun bandası bu müqavilələr bağlanandan sonra anladılar ki, bu zavodları işlətmək olmaz. Yəni, ona görə də, yəni, siyasət dəyişdi. Bunlar başladılar həmən o iş adamlarını burunlamağa və demək olar ki, Ramiz Meytiyevin əli ilə, təbii məsələdir ki, bu təşəbbüs Heydər Əliyevin idi, onun tapşırığı ilə olunurdu hər şey və yəni yeni kombinasiyalar başlamışdı, yeni maşinlik işlər başlamışdı. Məsələn, deyək, muncu oyunu, nə bilim, deyək ki, bir tərəfdə deyək ki, torpaq algı satqısında baş verən hadisələr, bilmirəm, sizin yadınızdadır yəqin. Məsələn, deyək ki, bir yerdən torpaq alırdın,
bir de pulunu verirdin falan. Bir gün gedirdin gördün ki hemen torpağı zabur alırlar yani dişirler. Valla bura benim başlayırdı kızım. Yani o nöqteyi nəzərdən, yani ölkədə baş verən hadisələr hamısı gözümüzün qabağındadır. Amma bizim söhbətimiz bugün bununla bağlı deyil dostlar, inanın mənə. Bizim söhbətimiz bugün gənclərlə deyil. Yani bugün baxın, Azərbaycanda azadlıq, milli azadlıq hərəkatında bir dənə də olsun genç yoxdur. Niye? Bilirsiniz. Yani bu gençler ölkədən əllərini üzüblər. Yani İlham Əliyev ve onun bandası yine vəziyyət yaradıkları ki, artık bir genç ölkədə kalıp deyək ki, öz fəaliyyətini davam etdirmək istəmir. Yani ona göre ki, ölkədə bunun üçün şərait yoxdur. Bu ölkədə sən ancaq deyək ki, nökər işləyə bilərsən. Yani inşaatda və yaxud da deyək ki, kənd təsərrüfatında və yaxud da istənilən sahədə, yəni getdin kənd təsərrüfat rayonlara gedin, məsələn, mən də Şəmkiri götürək, mən Şəmkirdən. Bu saat gedin Şəmkirə 20 manatlıq, 15 manatlıq, 25 manatlıq, hətta 30 manatlıq gündəlik iş tapa bilərsiniz, hər zaman istəsəz. Yəni, deməli, səhər saat 8-də gedirsən, axşam saat 8-ə kimi. Kızın 30 manatını kazanıp gelirsin. Aleykümselam atam hoş geldin, hoş. Sonra Yılmaz katıldı bize. Hoş geldiniz dostlar. Yığışın görək neyinirik. Düzünü deyim ki ben keçen həftədən yəni ayın cümə günü idi. Deməli ondan xəbər vermiştim ki bizim her gün səhər saat 10'da Gençler Grubu başlayacak ve biz orada bugün Azerbaycan'da baş veren hadiseler ve bizim gençlerimiz niye hoşbaxt olabilmir, niye ülkede evlenme seviyesi, yani evlenme seviyesi bu kadar aşağıdır ve ayrılma ondan az qala beraber seviyede müəyyən mənada ise onu ötmek halındadır. Yani bu barədə danışacağıq. Eğer kimin için maraqlıdırsa dostlar katışın, yığışın. Ve kimin de bununla bağlı sualı varsa buyursun, versin. Ben 65 illik tecrübeden çıxış edərək müəyyən mənada cevabını vereceğim. Şimdi bu kimi qane edir, hoş, qane de eləməz, deyirsiniz ki, ya boş şey. Deməli, dostlar, mən nədən danışmaq istəyirəm bugün? Bu yaxınlarda bir dostla danışıram Azərbaycandan. Oğlunu evlendirmek istəyir. Oğlunun artık 28 yaşı var. Kız tapa bilmirəm. Təsəvvür edin. Oğlu da Moskvada iş adamıdır, işləyir. Təbii məsələ Moskvada da evlənib, yəqin arvadı da var, uşağı da var. Amma yəqin ki ata-anası istəyir ki bunun Azərbaycanlı ailəsi olsun və bu ondan uşaqları olsun ve bu eninde sonunda bu adam Azerbaycan'a qayıdacaq. Yani bu da inanın mənə dostlar bu en nadan, en səhv, en pis fikirdir. Ve mən o nöqteyi nəzərdən istəyirəm ki bugün sizlə bu məsələləri müzakirə edək. Məsələn mən şəxsən o dostumun fikirlərinə qəti olaraq etiraz etdim. Deyir ki təsəvvür elə deyir, uşağı evləndirmək istəyirik, qız tapa bilmirik. Deməli bu qızı harda axtarır bilirsiniz? Orta məktəbdə. 17-16 yaşında, 17 yaşında qızlar axtarırlar, hələ məktəbi bitirməmiş ki, öz uşaqlarını evləndirsinlər. Təbii məsələdir ki, hər uşaq da gəldi burada evləndi, deyək ki, evləndi bir ay, 2 ay deyək ki, burada yaşadı. Ondan sonra günlərin bir gün dedi ki, bəs mən gedib işimi davam etdirməliyəm. Çıxdı getdi Moskvaya və yaxud da deyək ki, Moskvanın istərindən bir yerine və başqa ölkələrə. Burada mən şəxsən Türklər, məsələn, mən Fransada yaşayıram indi. Burada da məsələn var, elə Türklər ki, məsələn, deyək ki, 20 il bundan qabaq, 25 il bundan qabaq evlənib, eşini uşaqlarla qoyub kənddə, köydə. Və bugün Fransada avaralanır. Yəqin ki, bir
biraz da yaşlaşandan sonra geri kaydıracak ki mesela orada köyde bunu gözleyen falan yanmayan adamlar var. Herden de bir eline düşende 300-500 euro pul gönderir. Ve ben fikirləşirəm, bəs bugün məhz bizim başımıza gelen bu hadiseler məhz bizim Azerbaycan'da törenen bu hadiseler, bakın, diktatura, İlham Əliyev ve onun bandasının bugün Azerbaycan'da törətdikləri cinayətlər falanlar, bunlar hamısı elə belə deyil ki, dostlar. Bunlar məhz bizim belə fəaliyyətsizliyimizin uzbatındandır ki, bunlar bugün məsələn deyək ki, İlham Əliyev elədiyini edib, eləmədiyində əlində yarımçıq qalanlar da yəqin öz oğlu Heydər Əliyevə təhvil vermək istəyir və bu orada çalışır. Son hadisələr də Davosda məlum oldu ki, sən demə Heydər Əliyev Azərbaycan hökumətinin yanında iş sahibidir və Azərbaycan hökuməti adından Davosda iştirak edirdi. Və belə çıxır ki, 3 ildən 5 ildən sonra yəqin ki, Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti olacaq, əgər belə gedərsə. Və mən indi niyə məhz ona görə gənclərdən dostlar, gənclərdən bu söhbət aparıram. Və kimə də yenə deyirəm, kimin üçün də maraqlıdırsa, mən istəyərdim ki, yəni sual versin, cavabını alsın. Məsələn, deyək ki, sən gəldin Moskvadan, getdin, deyək ki, Moskvada pul qazanmaq çox asandır, müxtəlif variantlarda. Halal zəhmətlə, oğurluqla, quldurluqla, istənilən variantda Moskvada və yaxud da Rusiyanın istənilən nöqtəsində pul qazanmaq asandır. Bilirsiniz niyə? Ona görə ki, Moskvada da Azərbaycanda kimi hökumət yoxdur. Moskvada da oğru qanunlarından, ölkədə Putin və onun bandası ölkənin oğru qanunlarından idarə edir. Ona görə də deyək ki, məsələn, Azərbaycanda o rolu oynaya bilməyən, istənilən bir Azərbaycanlı gedir Moskvada və yaxud da Rusiyanın istənilən bir nöqtəsində başlayır quldurluq eləməyə. Orada da polisləri ələ alır, polislərdən özünə dayaq seçir, ayda onların hesabını verir və başlayır quldurluq eləməyə. Quldurluğu da kimin üçün edir, bilirsiniz ki, məhz Azərbaycandan gedən öz yerlilərinin üzərində. Başqa millətə qarşı quldurluq edəmir, məsələn, Rusa qarşı quldurluq edəməz, onu həmən götürərlər aradan. Və ona görə də bu başlayır deyək ki, qonşusunu satmağa, dostunu satmağa, başqa adamları sataraq bir də görürsən ki, bəs o bir kişinin valide Ağsaqqal həmişə deyirdi ki, bunlar ölkədə, büdcədə biraz pul yığılan kimi meşaya öldürüb Heydər Əliyevin bandasını deyir, qızları, oğlanları falanları yığıb, meşaya yığıb deyir, aparırlar xaricə. Bunlar da həmən rolda, yəni həmən adamlar bir də gördüm deyək ki, deyək ki, əl sumkası ilə Azərbaycanın uclar bir köyündən çıxmış bir adam, baxdın gördün ki, meşə ilə pulla gəldi Azərbaycana. Və yaxud da ikinci variant, məsələn, deyək, dişi ilə, dırnağı ilə, məsələn, mən onları da görmüşəm, məsələn, deyək ki, gedir, başlayır bazada və yaxud da hər hansı meyvə tərəvəz istənilən, yəni mağazində falan da başlayır bu işləməyə, fəhlə kimi. Yəni onu apar, bunu gətir, nə bilim, boşalt, doldur, belə işlərlə məşğul və başlayır qəpik-qəpik pul yığmağa. Yığdıqca da ağıllı olduğu üçün, yığdıqca da başlayır öz işini genişləndirməyə və başlayır pul qazanmağa. Yəni bu ikinci variantdır və təbii ki, bu çox namuslu variantdır və belə namuslu işlə məşğul olan Azərbaycanlılar yüzlərlə, minlərlədir ki, məsələn, deyək ki, baxırlar ki, Azərbaycanda onlara imkan vermirlər və onlar istər-istəməz Rusiya və yaxud da dünyanın hansı ölkəsindəki qanunla və yaxud da nə ilənsə imkan verirlər ki, sən işləyib pul qazanasan və 5-10 manat evinə pul göndərəsən, ora üst tuturlar. Azərbaycanda, məsələn, deyək ki, Azərbaycanda hamımız bilirik ki, bu mümkün deyil. Məsələn, əgər sən, məsələn, deyək ki, istənilən bir yerdə bir obyekt açarsansa, məsələn, götürək, məsələn, bir restoran götürüb işlədərsənsə və yaxud da deyək bir masaj salonu və yaxud da istənilən bir
müəssisə açarsansa, yəni lap elə meyvə tərəvəz mağazası olsun. 1 ay, 2 ay işləyəndən sonra gəlirlər haqlarını aparmağa və sənə oradan qalır ancaq gündəlik yeyib içməyin. Qalan nə var, hamısını deyək ki, cərimə adı ilə əlindən alıb çıxıb gedirlər. Və ona görə də belə bu ikinci variantdır. Məsələn, deyək ki, Azərbaycandan gedib Rusiyada və deyək ki, ölkənin müxtəlif, dünyanın müxtəlif ölkələrində yaşayan, qanunla və pul qazanıb, ailəsinə də pul göndərən və orada da özü yaşayan insanlar minlərlədir. Və burada məni qane eləməyən, ümumiyyətlə Azərbaycan deyək ki, gəncinin qane eləməyən məsələ nədir? Məsələn, deyək ki, mən ona görə deyirəm ki, biz bu barədə mütləq danışmalıyıq. Ona görə ki, baxın, Azərbaycan hökuməti bugün Azərbaycanda olan, deyək ki, Azərbaycanı idarə edən şərəfsiz gədələr Azərbaycanda millətin, xüsusilə də Türk millətinin kökünü kəsmək istəyirlər Azərbaycanda. Yəni, etnik fərqi biraz da çoxaltmaq istəyirlər, yəni Azərbaycan xalqını azaltmaq hesabına. Məsələn, deyək ki, 90-cı illərdə Azərbaycanda onda hardasa 8-7-8 milyon insanların, yəni Azərbaycanlı var idi. Yəni, mən söhbət Şimali Azərbaycandan gedir, təbii də hamımız bilirik və orada bunlar, məsələn, deyək ki, bir ildə 1 milyon 100 min uşaq doğulurdu. Təsəvvür edin. Bu statik məlumatdır və bunu hamınız yəqin ki, qulaq asmışsınız. Mən də bir 2 gün bundan qabaq Sərdar Zaraloğlu'nun deyək ki, Zaur Qəriboğlu'nun verilişində səsləndirərkən şahid oldum. Və bu il isə 2025-ci ildə isə 70 min Azərbaycanda, 10 milyon Azərbaycan xalqından 70 min təsəvvür elə uşaq doğulub. Yəni, Azərbaycanda artım, inkişaf məsələsi bu gündədir, dostlar. Deməli, əgər bu minvalla geçsə, demək olar ki, bir 20 ildə keçsə, deyəqin ki, illik uşaq artımı 70 mindən deyək ki, 30 minə düşəcək, 25 minə düşəcək və beləliklə də yəni, Azərbaycanda suni şəkildə Türklərin sayı azalma məsələsi. Ümumiyyətlə, bütün Azərbaycan yaşayan əhalinin sayı ümumiyyətlə. Hamı bilir ki, ölkədə şərait olmayanda təbii məsələdir ki, doğum avtomatik surətdə azalır. Bir bu tərəfdən, bir də deyək ki, sanitar, yəni həkim sağlamlıq nöqteyi nəzərindən bugün Azərbaycanda qidalanma elə bərbad gündədir ki, İstər-istəməz deyək ki, ondan qidalanan adamlar deyək ki, təsəvvür edeyim, mən ailə tanıyıram ki, ailədə 4 nəfərdirlər, onlardan 3'ü Irak'dır. Təsəvvür edeyim. Yəni, o nöqteyi nəzərdən mən istəyərdim ki, məsələn, gənclər qatışdım bu söhbətə və mən ona görə məhz danışmaq istəyirəm. Niyə? Niyə biz bugün bu işləri eləməməliyik? Niyə biz, deyək ki, gedib Moskvada və yaxud da dünyanın istənilən nöqtəsində işləyib, müəyyən yaşdan sonra valideynlərimizə və yaxud da onların, deyək ki, təkidi ilə biz gəlib 16, 17, 18 yaşında bir qadını, bir qızı bədbaxt eləməliyik və evdə qoyub təzədən yenidən Moskvaya qayıtmalıyıq yaşamaq üçün. O da deyək ki, 3 il, 5 il, 2 il baxır, görür ki, yaşamaq mümkün deyil, ya ayrılır, ya da başlayır xəyanət eləməyə. Yəni, o nöqteyi nəzərdən bugün Azərbaycanda, dostlar, hər şey bərbaddır. Və bugün məhz Azərbaycanda hər şey, deyək ki, göstərişlə, buyruqdan olduğu üçün heç nə eləmək mümkün deyil. Baxın, təsəvvür edeyim, 2 gənc, deyək ki, 2 Azərbaycan gənci bir-birlərini sevirsə və bu sevgidən də bunlar evlənirlərsə və artıq evlənəndən sonra istər-istəməz 2 bir-birini sevən gəncin arasında baş verən hadisələr və sabahları müəyyən bir problem yarananda istər-istəməz o gənc öz sevdiyini heç zaman atmaz. O da eyni şəkildə. Və bunlar avtomatik
demək ki, bunlar öz haqları uğrunda mübarizəyə qalxacaqlar. Mübarizə belə olur, inanın mənə. Yəni, elə hardan gəldi, hardan getdi ki, elə olmur. Təsəvvür edin, bir nəfər dedim, dostum, sən gelirik, bəs sən demə, Azərbaycanda qız yoxdur, bu oğlunu evləndirməyə qız tapa bilmir. Təsəvvür edirsiniz. Yəni, baxın, görün, ölkə nə gündədir ki, ölkəni İlham Əliyev və onun bandası nə günə salır ki, insanlar psixoloji cəhətdən o qədər pis vəziyyətdədirlər ki, təsəvvür edin. Yəni, əgər bugün bizim minlərlə, yox, 100 minlərlə uşaqlarımız var ki, qızlarımız, oğlanlarımız var ki, institutda oxuyurlar, biri müəllim, həkim, filan zat, müxtəlif sahələrdə oxuyan, çalışan, bəs bu qızlar kimdir? Bunların ana olmaq haqqı yoxdur. Yəni, mən o nöqteyi nəzərdən deyirəm ki, yəni, bu məsələlər o qədər qəriz məsələlərdir ki, əgər siz, məsələn, deyək ki, istəmirsinizsə ki, valideynlərinizin göstərişi ilə hər hansısa xəyanətin qurbanı olasınız, ona görə də evlənməyin. Əgər siz sevmirsinizsə, kimsə sizin ürəyinizdə yoxdursa, mən ümumiyyətlə, inanın mənə, mən təəccüb edirəm ki, məsələn, məndə də qohumlarda da olub belə deyək ki, məsələn, gəlir anasa deyir, mən evlənmək istəyirəm, bana bir qız tap. Yəni, təbii məsələdir ki, bu evliliyin, dostlar, heç bir xeyri ola bilməz, yəni, heç bir sədaqət ola bilməz bu evliliyin. Təsəvvür edin, sən deyək ki, 27 yaşına kimi gəzirsən, o anda, bu anda kimisə bəlkə haradasa bədbəxt edirsən və yaxud da müəyyən işlər görəndən sonra gəlirsən ki, anamana bir qız tap, evlənim. Heç ağzıma da gəlmir ki, sənin kimi o qızın da ürəyində kimsə var. Bilirsiniz, fikirləşirsən ki, 17 yaşında, məsələn, 18 yaşında olan qızın ürəyində nə olacaq? Yəni, məhəbbət falan olmayacaq. Ona görə də fikirləşirsən ki, bunu alım, hələ heç nəyə başa düşmür. Amma inanın, bugün deyək ki, nə 19-cu əsr döyüyor, şeyin söz olmasın, Əhməd haradadır da şirin kişi deyir ki, indi sənin son 19-cu əsr deyil. Nə də ki, deyək ki, dünya o qədər qloballaşır ki, yəni o qədər inkişaf o qədər sürətlə gedir ki, deyək ki, 20-ci əsrin əvvəlləri deyir ki, məsələn, deyək ki, sən o şəkildə evlənəsən və bu saat qadını aldın, başladın onunla yaşamağa. Əgər sən onu qoydun 1 il, 3 il, 5 il qoydun, çıxdın, getdinsə, bu deyək ki, müharibə vaxtı deyir ki, bir qadın, məsələn, mən deyək ki, Qarabağ müharibəsindən də görmüşəm və bizim hər birimiz bunun şahidiyik ki, məsələn, bugün Azərbaycanda qadınlar var, qızlar var ki, deyək ki, 92-ci ildə şəhid olmuş ərlərinin, deyək ki, bugün də, deyək ki, məsələn, mənim bir dostum var idi, getdi, şəhid oldu 92-ci ildə. Deməli, Sadıqov 45 sizi ortaq yayınma dəvət edir. Buyursun, qəbul edirik. Salam aleyküm. Aminizəsən. Çox sağ ol əzizim, çox sağ ol. Yaxşı olasın. Eşidirəm, Sadıqov. Sadiqov. Sadiqov. Çox gözəl Sadiqov. Nəsə deməyə fikirləriniz var, yoxsa? Mən PK oynamaq istəyirəm. Elə-belə kəşfədə tulladım, siz gəldiniz. Yox, biz sadəcə bugün Azərbaycan, yəni bizim profillərimiz başqa-başqadır. Mən çox üzr istəyirəm, bağışlayın. Mən sadəcə baxdım, gördüm, çox sağ olun. Buyurun, var olun. Çıxın. Yəni, dostlar, yəni bu nəsə oyun oynamaq istəyir. Mən təbii məsələdir ki, bizim problemimiz oyun döyüş. Yəni, o nöqteyi nəzərdən dostlar, mən görürsən fikrimizi də dağıtdı. Məsələn, deyək ki, nədən deyirəm mən? Məsələn, əgər ailənin möhkəmliyi, ailənin deyək ki, bünövrəsi olması üçün belə evlilikdən qaçmaq lazımdır.
Deyək ki, mənim çox yaxşı yadımdadır. Məsələn, danışardı. Deyək ki, yaşlı qadınlar, hələ mən uşaq olarkən. Məsələn, onların indi bugün də televiziyada falan da o anda banda rast gələ bilərsən. Məsələn, deyək ki, qadınla müsahibə götürdülər. Deyək 80 yaşında, 85-90 yaşında qadınla ki, bəs eşinizdən, sosial şəbəkələr də oldu, yəqin hamınız görmüşsünüz. Eşinizdən necə evlənmişsiniz? Deyir, mən heç eşimin üzünü toy gecəsi gördüm, gəldi. Hətta mən bunun da şahidi olmuşam ki, məsələn, deyək ki, bəzən qüsuru olan kişilərin, məsələn, deyək ki, bir nəsildə bir nəfər qüsurlu bir kişi var, ona məsələn, deyək ki, bir qadın almaq üçün başqa qardaşını göstərib, sonra o birisi. Yəni, belə hadisələr də olub, amma bunlar nə vaxt olub? Və çox təəssüflü olsun ki, bəzi ucqar yerlərdə bu məsələlər indi də davam etməkdədir. Yəni, indi də belə şeylər baş verir. Amma inanın mənə, yəni bu məsələlər elə məsələlərdir ki, dostlar, bu, yəni, istər-istəməz insanı birtəhər yaşamağa gətirib çıxardır. Bu məşhur bir kinoda deyildi, kim deyir, mənim rəhmətli babam deyərdi ki, bala Mehdi, başını sağ, işini gör. Nə çox da bu dünyada anasının əmcəyini kəsər. Deyir, tutardım beləsinin boğazından, deyərdim, ay təzə yol, təzə yaxın, niyə yaşayırsan bu dünyada? Əgər insan ömrü boyu öz yarısını axtarır. Yəni, ümumiyyətlə, yəni, əfsanələrdə, deyək ki, əsatirlərdə filanlarda deyirlər, insan yarımsız gəlir bu dünya. Yəni, qadınla kişi birləşəndə bir-birlərini tamamlayırlar və olurlar bütün bir adam. Baxın, mən keçən dəfə öz tələbə dostlarımdan, tələbə yoldaşlarımdan danışmışdım sizə. Məsələn, birində danışa bilərəm ki, məsələn, deyək ki, mən bir qadın tanıyırdım. Məsələn, deyək ki, o məqsədi aydın idi. Hələ təsəvvür eləyin, hələ bu söhbət 80-ci illərdən gedir. Hələ o vaxtlarda artıq belə şeylər var idi və çox uyanıq qadınlar da var idi. Məsələn, o istəyirdi ki, ərə geçsin, baxın, ərə geçsin, bir iki uşaq doğsun, ondan sonra da ərindən ayrılsın, sonra yaşasın özü üçün. Və mən, inanın mənə, mən uzun illərdən sonra, məsələn, deyək ki, hələ Fransaya gəlməmişdən əvvəl günlərin bir günü onunla qabaqlaşdım. Bakıda. Rayondan idi, amma Bakıda yaşayırdı. Və gördüm, necə demişdisə, elədir. Təsəvvür edeyim. Ki, 2 dənə qızı, özü də deyək ki, subay, istədiyi adamla yaşayır, istədiyinlə, yəni belə. Yəni, mən bunun niyə görə şahid oldum? Mən maşından keçirdim, gördüm, nəysə saxladım. Yəni, söhbət əsnasında yolumuz bir yerdən keçirdi və mən onu getdiyi yerə düşürdüm. Yol boyu söhbət elədik. Və arada ona zəng gəldi. Deməli, Mahmud 70 sizi ortak yayın yapmağa dəvət edir. Buyursun, görək. Salam, Mahmud bəy. Aleyküm salam. Eşidirəm əziz qardaşım. Siz mövzu ilə bağlı danışmaq istəyirsiniz, yoxsa necə? Xeyr. Görürsünüz dostlar, yəni bu adamlar TikTok'un qanunlarına uyğun olaraq oyun oynamaq üçün girişirlər, adam axtarırlar yəqin ki, təsəvvür edin. Yəni, görürsünüz, belə də var, təbii məsələdir. Bugün Azərbaycanda məsələ elədir ki, yəni insanlar ölkədən, dövlətdən, hökumətdən əllərini üzüblər, təsəvvür edin. TikTok'dan və başqa sosial şəbəkələrdən çalışırlar ki, oyun oynasınlar, nəsə. İndi bu saat yəni o oyunlardan, o filanlardan pul qazanmaq olur. Hətta mən onu görməmişəm, amma yəqin ki, bu mümkündür. Nəysə, deməli, mən bu qadınla yol getdi və yol boyu söhbət zamanı buna zəng gəldi və mənə işarə elədi ki, sən danışma. Və gördüm, bu təbii məsələdir, bir kişi ilə danışır. Yəqin ki, bu bunu saxlayan kişiydi. Və düzünü deyim ki, yazığım gəldi.
yazığım geldi buna ve günlerin bir günü de ben bunu öz kızlarıyla gördüm. Yetişkin kızlarıydı yani. Biri 19, biri 21 yaşında. Soruştum, öğrendim sonra ve gördüm ki bu kadın yani teessüflenir. Yani pişman olup elədiklerine. Hayat yoldaşını çərlədib, öldürüb, ev qalıb buna. Ev üstə gəldik. Yani kızlar da tabii mesela yaşayırlar. Kızlar da tabii de ata olmayan yerde istedikleri şekilde yaşayırlar. Ve düzünü diyeyim ki inanın bana o kadar böyle yüreğim ağırdı ki yani gördüm bu görüşü yani kızlar yüngül hayata öyrəşiblər. Ama bu da tabii mesele de ana kimi istəyir ki bunun da balaları xoşbəxt olsun yani bunlar da ama baxır ki yok. Bu keçdiyi yolu bunların bunun kızları keçə bilməyəcək. Bu hiç olmasa ərə gedib 2 çocuk kazanıb. Ama onun uşaqları artık o gündədirlər ki, onların ərə getməyə imkanları sıfırın altındadır. Yani o nöqteyi nəzərdən mən istəyirəm ki, bugün bizim Azərbaycan gənci anlasın, başa düşsün ki, yani belə yaşamaq ölkədə. Baxın, deyək ki, valideyn öz qızını təsəvvür edin, 16-17 yaşında ərə verir canını kurtarmaq üçün. Çok zaman belə olur, inanın bana, yani canını kurtarmaq üçün. Ve 25-27 yaşında deyək ki, bir insanda ömrü boyu zəhmətlə, deyək ki, ərinin qabarı ilə çörək kazanan adam, mesela deyək ki, bir gün biraz eline pul keçir, başlayır, görüşürə normalini yaşayabilir, evlənebilir. Onda anasına veya da evdəkilere deyir ki, mən evlənmək istəyirəm. Təsəvvür edin. Ve bunu evlendirmek için başlayırlar kız axtarmağa. Ve neticede gelir bak böyle aile dağılmalarına sebep olur. Mesela deyək ki 17-18 yaşında kız olabilir ki deyək ki sinif məktəbdə öz sinif yoldaşlarından kiməsə vurulub, kimdənsə xoşu gəlir və yaxud da onun da bundan təbii məsələdir və günlərin bir günü ata-anam buna deyirlər ki, bəs səni falan kəsə verir, hə, yaxşı kazanır falan, evi, işi, her şeyi var. Ve bu itiraz edə bilmir. Ama bir şey anlamak lazımdır ki dostlar, bu saat indi 100 il bundan bak, qabaqki zaman deyil. Bu saat istenilen yerde istenilen adamın telefonu var. Veyahut da deyək ki televiziya, deyək telefon olmasın, televiziya, deyək ki YouTube kanallar falanlar. Yani o şeylerde artık deyək ki sen 20. əsrin əvvəllərindəki kimi kadınla evlenip onu o seviyede saxlayabilməzsin. Ve netice de bu olur. Bakın. Bak sadece bir tane deyək ki size misal gösteririm. Yani aile meselesinde xoşbəxt olan, kazanan adamlar kimdir mesela? Bugün mesela ben Azerbaycan'da mesela deyək ki siz bilirsiniz de Rıza Səfərsoy adında bakın. Rıza Səfərsoy ve yok da Əfqan Sadıqlı hamımızın gözünün karşısındadır. Siyasi bloger. Bugün de Gürcistan'da da yoldaş uşaqlarda başka dövlete köçüşlər. İlham Əliyev onları dərgin salıb. Ona göre ki həqiqəti dediklerine göre. Bakın iki kadın ve kişi evde birbirlerini tamamlayırlar. Veyahut da Rıza Səfərsoyla mesela deyək ki onun həyat yoldaşı. Bakın Rıza Səfərsoy bu günlerde deyək ki azadlığa çıxıb. Ama bu ne kadar deyək ki zindanda yattığı vaxtlarda her gün mən Təranə Səfərsoyun öz yoldaşı ilə bağlı ona azadlıq tələbi ilə çıxışına rast gəldim her gün. Yani bir gün olmadı ki deyək ki yani o mübarizəni dayandırsın və nəticə görürsünüz göz qabağındadır. Və yaxud da Əfqan Sadıqlı. Yani uğurlu aileler dostlar. Bakın eğer bizde indi heç olmasa 100 150-200 belə aileler olmuş olsaydı dostlar, bizi bugün İlham Əliyev kimi insanlar
Və bu şəkildə şərəfsizcəsinə bizə belə zülm eləməzdi insanlara. Deməzdi ki, ayağınızı yorğanınıza görə uzadın. Bax, bilirsiniz bu nə deməkdir? Bu yaxınlarda müsahibələrdən birində İlham Əliyev yanınızda dedi ki, bəs amma nə yapmaq ki, biz daha da çox istəyərdik ki, maaşlar falanlar çox olsun, amma ayağımızı yorğanımıza görə uzatmalıyıq. Yəni İlham Əliyev demək istədi ki, bizim neftimiz, qazımız falanımız bizimdir. Onun sizə dəxli yoxdur. Siz ayağınızı yorğanınıza görə uzatmalısınız. Sizin nə neftiniz var, nə qazınız var, nə işiniz var, heç nəyiniz yoxdur. Allah'ımıza şükür edin ki, biz sizə sosial veririk. Siz həmən o sosiala uyğun yaşamalısınız. Anladınız mı? Məsələnin yəni həqiqətin iç yüzü budur. Yəni İlham Əliyev bunu demək istəyirdi. Sana demək istəmirdi ki, yox, elə döyüş ki, yəni bu sənin haqqın var, Allah'ın köməyi ilə sən o haqqı alacaqsan. Bir nömrə adlı kullanıcı az öncə bir izləyici rozetini kazandı. Nədir bu? Neyse. Fəal olun dostlar. Fəal olun, paylaşın, yığışın, aktiv olun. Mən hər gün deyək ki 1, 2, 3, 4 və 5-ci günlər səhər saat 10'da TikTok'un efirində olacağım. Girin, gəlin, danışaq, gəlin dərdləşək, gəlin. Kimin sualı var versin. Mən anladığım şəkildə onlara anladaram, başa salaram. Yəni xoşlarına gələr, gəlməz, gəlməsin. Yenə deyirəm, biz belə şərəfsiz hökumətdə, belə şərəfsiz dövlətdə yaşamalıyıq. Mən məqsədim bugün bəs Gençlər Klubunu açmaqda. Greg Donk katıldı, salam. Aleyküm salam əziz qardaşım. Beğenin, paylaşın. Gençlər Klubunu açmaqda məqsədim odur ki, dostlar, baxın, bizim bugün ətrafımızda olan təşkilatların əksəriyyətində deyək ki, orta yaş həddi 40'ın üstündədir. Yəni 50-60, 50'dən 60'dan ya 1-2 yaş aşağıdır, ya da deyək ki 20 yaş yuxarı. Məsələn, 85 yaşında, 87 yaşında, 80 yaşında, 70 yaşında insanlar nə qədər desəz var. Amma 17, 18, deyək ki 25, 30 yaşında heç adama rast gəldiniz mi? Yox. Onların problemi başqadır. Popey katıldı. Salam, aleyküm salam əziz dostlar. Yine deyirəm, beğenin, paylaşın, yığışın. Yığışın görək nə indirik dostlar. Yəni dostlar, yəni mən o nöqteyi nəzərdən, mən şəxsən ona görə bu nöqteyi nəzərdən baxıram ki, yəni bugün bizim başımıza gələn bu məsələlərin, yəni bu İlham Əliyevin, diktator İlham Əliyevin 20 ildən çox hakimiyyətdə qalması, ondan əvvəl də bəs Heydər Əliyevin hakimiyyətdə olması 10 il, ondan əvvəl də deyək ki 70-ci illərdə də o boyda hakimiyyətdə olması Heydər Əliyevin deyək ki, yəni 69'dan özü bəri, ondan da əvvəl deyək ki bir sözdən 60-cı illərdən də Heydər Əliyev KGB-yə gələndən özü bəri demək olar ki, Azərbaycan onun və ətrafında olan adamların deyək ki əl altında olub və istədiklərini yapıblar. Azərbaycanda bir balaca başını qaldıran adamları vurublar. Yəni o nöqteyi nəzərdən, yəni bugün biz bax həmən məsələlərin əziyyətini çəkirik və gənclər ayağa duran kimi qaçmaq istəyirlər. Elə bilirlər ki, deyək ki, xaricə qaçanda orada yer əsib, qoz tökülüb, onları çox böyük şeylə gözləyirlər. Amma inanın mənə elə döyüş. Yəni burada sortlar var. Yəni sən əgər ölkənin şahı, sultanı, həm də nökəri, yəni olmaq istəyirsənsə, öz ölkən uğrunda mübarizə aparacaqsan dostlar. Yəni bugün də mübarizə aparmaq üçün meydana çıxmağa gərək yoxdur. Sadəcə olaraq bu şeyləri anlamaq və yavaş-yavaş təşkilatlanmaq lazımdır. Xüsusilə də gənclər. Yəni deyirəm ki, burada məsələ belədir. Yəni sən başqa adla
başqa profillə istədiyin vaxt girə bilərsən, yəni üzv ola bilərsən. Azərbaycanda özünü deyək ki, afişa eləmək gərək yoxdur. Sadəcə olaraq bu örtülü şəkildə bu işləri aparmaq. Amma Azərbaycandan xaricdə olan insanlar açıq nə istəsə danışa bilər, deyə bilər. Məsələn, mən bu günlərdə eşitdim. Bir rayonda bir dostum mənə yazdı ki, daha doğrusu telefonla danışdıq. O mənə dedi ki, bugün deyir, bizdə bir nəfəri cəlb ediblər 2000. Bilirsiniz niyə? Ona görə ki, o Facebook'ta bir adamın deyək ki, statusunu bəyənib. Bəyənib o kişilər heç nə yazmayıb. Yəni, o nöqteyi nəzərdən baxın. Baxın, görün, hara gedirsiniz. Baxın, görün, İlham Əliyev sizə necə bir ölkə, necə bir dövlət təklif edir. Ona görə də mən istəyirəm ki, siz bunu anlayasınız və başa düşəsiniz və istəyirəm ki, bugün siz kimlə gəldi, evlənməyəsiniz, ailə həyatı qurmayasınız. Ona görə ki, bugün təcrübə göstərir ki, dostlar, təcrübə göstərir ki, bu qurulan ailələrin 99% qurulan ailələr dağılır. Ona görə ki, bax, həmən mən dediyim o qadınlar kimi istəyir ki, özünü bir təhər ərə geçsin, ərə istəmədiyi bir adamla bir uşaq da olsun. Ondan sonra da ayrılsın, deyək ki, ondan həmi aliment, özü də ki, o andan, bu andan 5-10 manat qalansın, yaşasın öz üçün, azad şəkildə. Yəni, əgər siz belə olmaq istəmirsinizsə, sevin dostlar. Sevin. Sevməyəndə yaşamaq olmur. Nə sevməyəndə dövlət qurmaq olur, nə ölkə qurmaq olur, nə deyək ki, həyat qurmaq olur. Heç nə, hamısı olur, gəldi, gedər. Günlərin bir günü ayırırsan ki, bir ömür yaşamısan, boş. Mənası yoxdur, onu geç, bir balaca çətinə düşən kimi qadın sənin arxandan qaçıb və sən qalmısan tək. Uşaqlardakı təbii məsələdir ki, müəyyən dövrdən sonra istər-istəməz ailə qurandan sonra onun öz problemi, sənin öz problemin. Yəni, Azərbaycanda da bilirsiniz ki, uşaqların üstünə biz çox böyük boyunlarla çox böyük yük qoymuşuq. Ki, yəni, baxın, mən uşağı böyüdürəm, o da böyüyən, mən böyüdəndən sonra o da mənə baxmalıdır. İnanın mənə, dünyanın heç bir yerində söhbət sivil ölkələrdən gedir. Heç bir yerində heç kim öz uşağının boynuna belə bir yük qoymur. Təbii məsələdir ki, uşağın imkanı olanda və yaxud da valideynin imkanı olanda bunları eləmək qarşılıqlı təbii məsələdir. Amma biri də var ki, sən sadəcə olaraq işləyirsən, burada mən inanın hələ Azərbaycanda olanda bilmirəm Nemetski şotunu olan şeydir. Amma əslində, baxın, hamının bir yerdə deyək ki, bir zavodda işlədiyi yerdə, məsələn, hamı eyni maaş alır. Orada kiminsə bir-birini qonaq eləmək imkanı sıfırın altındadır. Ona görə ki, sən öz boğazından keçib buna, o öz boğazından keçib sənə hörmət eləyə bilməz ki. Yəni, o nöqteyi nəzərində bir iş görəndə ona Nemetski şot hələ yar-bayar qoyurlar pullarını, məsələlərini, problemlərini həll edirlər. Yəni, o nöqteyi nəzərdəndir belə. Və mən də, inanın mənə, mən hər gün, yenə deyirəm dostlar, mən hər gün 1, 2, 3, 4, 5-ci günlər səhər saat 10-da efirdə olacam. Buyurun, qatılın, suallarınızı verin, cavablarınızı alın və nəticə çıxardın. Özünüzü bədbaxt eləməyin. Biz heç vaxt ikinci kərə dünyaya gəlmirik. Hər insana ömür bir dəfə verilir. Bax, indi mən hərdən bir öz-özümə fikirləşirəm ki, məsələn, deyək ki, mənim 30 yaşım olanda və yaxud da 25 yaşım olanda filan şeyi filan eləməsəydim, yəni filan yerdə başqa bir şey eləmiş olsaydım, tamam başqa bir şey vardı. Amma sizin bugün, əziz gənclər, sizin imkanınız var ki, dinləyəsiniz, qulaq asasınız və seçəsiniz. O nöqteyi nəzərdən deyirəm ki, diqqətli olun, yazıqsınız, fürsəti əldən verməyin
və kimlə harda gəldi, kimlə gəldi, yəni ailə qurmaq, ömrümü bağlamaq olmaz. Biz deyək ki, yenə deyirəm, əvvəllər biraz mental dəyərlərdən çıxış edərək biraz başqa cür idi. Amma indi qloballaşma elə bir nöqtəyə gəlib çatır ki, orada sən istəsən də, istəməsən də bir qızı, deyək ki, neçə yaşında olursan ol, bir qızı alıb evdə ağzını bağlayıb, gedib başqası ilə keyf eləyə bilməzsən. Yəni o nöqteyi nəzərdən deyirəm. O nöqteyi nəzərdən deyirəm ki, yığışın, yazıqsınız, özünüzə bir günahlayın. Nə qədər gec döyüş. Sağ olun, Allah qoysa sabah bu vaxtı, indi bugün qatılan yoxdur, mən artıq danışmaq istəmirəm. Allah qoysa sabah bu vaxt görüşərik.